Xeyr, xeyr. Aha, sərbəst atışa vaxt verirdilər. Sərbəst üç-üçədə xeyr mən. Aha, 3-3-də verilmirdi. Amma böyük basketbolda Bəli, ona ver. 5. aha, qəşəng böyük basketbolda amma sərbəst atışa nə verirlər? Vaxt verirlər. Sərbəst atışa vaxt verirdilər. Böyük basketbolda sərbəst atış zamanı səhvə yol verdikdə, sərbəst atışa atan oyunçu səhvə yol verərsə, sərbəst atışı təkrarlanır. Yox, həmin atış ləğv edilir. Aha, həmin atış ləğv olunacaqdı. Yaxşı, bəs rəqib komanda səhvə yol verərdisə təkrar olunurdu. Rəqib, bəli. Aha, rəqib səhvə yol verirsə təkrar olunacaqdı. Yaxşı, belə bir sual verirəm müəllim sizə. Təmassız olan faul növünə adlanırdı. Texniki faul idi. Birinci periodda bir komandanın maksimum neçə timeout götürmə şansı var? Birinci hissədə yoxsa periodda? Birinci periodda. Birinci periodda 2. Aha, birinci periodda ikisini götürmüşsünüzsə, ikinci periodda neçə timeout götürə bilərsiniz? Birincidə ikisini götürmüşsə, fısoda limit 2. Aha, ikinci periodda götürmə şansınız yoxdur. Bəli. 2 dənə olur. 2 ya birində götürə bilərsə, ya da ikisində. Əlavə vaxtda timeout götürmə şansınız var böyük basketbolda. Özünün var da bir dənə olur məndə. Aha, özünün bir dənə timeoutu vardı. Yaxşı, oyun vaxtının bitməsinə 2 dəqiqə qalmış neçə timeoutdan istifadə edə bilərsiniz? 3-dürsə biri düşür, ikisi qalır. Aha, 3-dürsə biri düşəcəkdi, ikisi qalacaqdı. Ondan sonra oyun təmiz vaxtla oynanılır. Bəli. Oynanılırdı. Hücum fauluna dediyi atış verilmir. Bir komanda 4-cü qayda pozuntusunu eləyəndən sonra yenidən qayda pozuntusu eləsə nə olur? 2 cərimə atışı. 2 dənə cərimə atışı veriləcəkdi. Sərbəst atış zamanı 6.75-i xəttin daxilində neçə nəfər olur? Böyük basketbolda mən... Böyükdə də, balacada da ikisini də deyin. Balacada mənim 4-dür. Böyükdə 6. Qəşəng. Təşəkkürlər müəllim. Çox sağ olun. Siz sağ olun. Amil müəllim, nəzərli müəllim, uyğunsuz Amil müəllim. Buyurun müəllim. Nəzərli. Buyurun müəllim, buyurun. Ay Həmzəyev, sən yox adamım. Hə, narahat olma. Aha. Amil müəllim, qeyri-idman faulu zamanı oyunçuya neçə sərbəst atış verirlər? 2 sərbəst atış. 2 sərbəst atış. 3 xüsus basketbolda bir komanda oyuna neçə dəqiqə gecikdikdə texniki məğlubiyyət alırdı? 5 dəqiqə. Aha, bir komanda 5 dəqiqə. 5 dəqiqə gecikən komandanın qalibi məğlubu neçə qaldı? 2-0. Aha, 5 dəqiqə gecikənin qalibi. Yaxşı, Şaiq. Aha, 5 dəqiqə gecikənin qalibi məğlubu 2-0 olacaqdı. Yaxşı. Bəs böyük basketbolda 15 dəqiqə gecikənin qalibi məğlubu neçə xal idi? Orada da 2-0. Aha, burada da 2-0 olacaqdı. Sonra 3 xüsus basketbolda səbətdən keçirdiyin topu yenidən özünün götürmə şansın var. Xeyr, Və yaxudsa da böyük basketbolda elə bir